İndi mən deyincəm təkrar eləmsizmi? Rusiyanı vermişdim. Bir də soyuq müharibəni. Yoxsa iştirakçım qoşulan var aranızda, ona sual verməyin. Uşaqlar, heç birinizdən səs çıxmır. Buyur Göytac, nə demək istəyirsən? Mən görməmişəm. Ona görə oxumamışam. Bilgilərim var, cavab verə bilərəm. Hə, yaxşı, can sağ olsun, heç nə olmaz. Ya Şəfiqə, sən oxumusan? Salam, mən keçən də başlamışdım. Hə, heç nə olmaz. Ona görə dərs edim. Yaxşı, onda Fatimədən başla. Fatimə xanım. Mikrofonunuz bağlıdır. Aha. Fatimə, Rusiya neçənci ildə, daha doğrusu Rusiyada neçənci ildə 1-ci Aleksandr hakimiyyətə gəlmişdi? 1801. Neçənci ilə qədər? 25. Son 1801, 1825. Bəs bu dövrdə, yəni biz demişdik ki, Tizrit sülhü imzalamışdı Fransa Napolyonla. İlini deyə bilərsən, bir də şərtlərini. 1814'te. Tizrit sülhü. 1800. Ay sağ ol, 1807'dir. Bəs Rusiya İsveçlə şimal müharibəsi apardı. Şimal müharibəsinin illərin və nəticəsini deyə bilərsən? 1700. Ay sağ ol, nəticəsində hansı müqavilə imzalandı? Nişvadıt. Ay sağ ol. Dərsimiz bugünkü mövzumuz Rusiya. 1-ci Aleksandr, yəni 19-cu əsr Rusiya və soyuq müharibəni vermişdi. Yaxşı. Bəs Fatimə, Avropanın jandarmı niyə adlanırdı Rusiya? Bilmədim. Demək istəyən var uşaqlar. 1-ci Napolyona qarşı mübarizə aparırlar. Rusiyadakı hər bir dövlətə kömək eləyir deyənə Avropanın jandarmı adlanırdı. Bəs 1-ci Napolyonla Rusiya arasında hansı ərazi iki yerə bölünmüşdü? Yəni şərqi və qərbi olmaqla. Rusiya ilə Fransa arasında. Bilmədim. Avropa. Avropanın şərqi hansı dövlətə düşürdü, qərbi hansı dövlətə düşürdü? Şərqi Rusiyaya, qərbi Fransaya. Yaxşı, bəs Fatimə, 1-ci Napolyon neçənci ildə hakimiyyətə gəlir? 700. Napolyon dedim, Nikolay. 1825. Son 25, 55. 25-dən 55-ə qədər. Yaxşı, sən çox sual verdin Fatimə. Kimə? Uşaqlar, iştirakçı qoşulmayanınız var, aranızda sual verin. Yəni dərsdə iştirak. Tuncay. Yaxşı, Tuncay. Sən mənə 1-ci Nikolayın dövründə mübarizə apardığı dövlətlər deyinə. 1-ci Nikolayın dövründə demək 1825-dən 55-ə qədər hakimiyyətdə olub. Onun dövründə Osmanlı ilə mübarizə olmuşdu Krım uğrunda. Sonra Fransa ilə müharibə falan aparmışdı və həmçinin Krım müharibəsinin dövründə İngiltərə ilə də mübarizə aparıb. Ona əlavə olaraq onun dövründə Avropanın jandarmı adlanıb, dövləti istibdad rejimi ilə idarə edib. Yəni belə. Sağ ol. Neçənci Rus qadınlar düşür 1-ci Nikolayın dövrünə? O da var. 2-ci Rus qadınlar da onun dövrünə düşür. Bəs 2-ci Rus qadınlarda qalib gəlmişdi Rusiya, yoxsa məğlub olmuşdu? Hər ikisində qalib. Düzdür. Bəs 1853-56-cı ildə baş verən Krım müharibəsi haqqında məlumat ver bizə, Tuncay.
Demək, Krım müharibəsi 53-56-cı illərdə olmuşdu. Osmanlı ilə Rusiya arasında olub. Osmanlının müttəfiqi kimi Sardiniya, İngiltərə, Fransa da iştirak eləmişdi və burada da Osmanlı qalib gəlmişdi, amma ilk dəfə idi ki, yəni xarici bir dövlətdən yardım almışdı. O da Əbdülməcid və bunun nəticəsində də Rusiya məğlub olur. Sonra Paris Sülh Konfransı çağırırlar. Burada da hər kəs öz tutduğu əvvəlki vəziyyətinə qayıdırlar da, yəni kam tutduğu ərazini geri qaytarır. Sonra burada həmçinin dənizlərdə falan donanma saxlamaq hüququnu falan itirir hər kəs. Boğazlar falan Bosforda adanır. Boğazları müharibə ərəfəsinin dövründə bağlı elan olunur. Sonradan isə Rusiya 1871-ci ildə London konfransı ilə orada bu dənizlərdə falan boğazlarda donanma saxlama hüququnu yenidən bərpa eləyir. Düzdür. Düzdür. Fidan, sənə sual verim, yoxsa sən də iştirakçı kimi qoşulmusan? Verin. Yaxşı, sən mənə 2-ci Aleksandrın hakimiyyət illərini deyinə, bir də o nə işlər görmüşdü, onun haqqında deyinə. Deməli, səsin özümə exo verilədir. 2-ci Aleksandrın hakimiyyət illəri 1855-1881-ci illərdir. O bir çox islahatlar keçirmişdi. Kəndli islahatı, sonra kəndli islahatı 1861-ci ildə keçirir. Sonra Zemstvo islahatı var idi. O 1864 idi. Zemstvo da özünü idarə etmə orqanı idi, elə bil. Sonra məhkəmə islahatı keçirir 1864-də, yenə şəhər islahatı da keçirir 1870-ci ildə, hərbi islahat keçirir 1874-də. Bir də digər sahələrdə də mədəniyyət sahəsi idi, sonra iqtisadi sahə, təhsil sahəsi, bunlarda da keçirir, amma onların dəqiq ili yoxdur. Düzdür. En Asibova sual verim, yoxsa iştirakçı kimi qoşulmusunuz? Yəqin iştirakçısınız. Yaxşı. Fatimə. Sən mənə deyinən görüm, sən mənə deyə görüm. Xalqlar həbsxanası adlanırdı 2-ci Aleksandrdan sonra hakimiyyətə gələn 3-cü Aleksandrın dövründə. Səbəbini deyə bilərsən, niyə Rusiya Xalqlar həbsxanası adlanırdı? Çünki əmrlər idi. Aha. Düzdür. Bəs neçənci ildə hakimiyyətdə olmuşdu 3-cü Aleksandr? Fatimə. Hı. 1855-dən sonra gəldi. 3-cü Aleksandr 81 94 81-94. Bəs o dedin ki, çox zülm eləyirdi. Bəs Xalqlar həbsxanasından sonra 2-ci Nikolayın hakimiyyəti dövründə nə işlər görmüşdü ay Fatimə? Onun köməkçisi islahatlar keçirmişdi Azərbaycanda. Hə. Pyotr Stoplin. Düzdür. 1900-ci illər. Yaxşı, onda mən belə sual verim, sən elə cavab ver. Birinci Dünya müharibəsinin dövrünə düşür də bu 2-ci Nikolayın hakimiyyətdə olmağı, düz demirəm. Düşür. Sağ ol. Yəni birinci Dünya gedəndə hakimiyyətdə hansısa hökmdardı deyəndə deyərsən ki, 2-ci Nikolay. Ya da imperator. Yeri gəlmişkən Rusiya neçənci ildən imperiya elan olmuşdu və ilk imperatoru kim idi? 1721. Aha, ilk imperatoru kim idi? Pyotr. Ay, sağ ol. Düzdür. Bəs neçənci illərdə Rusiya Yaponiya ilə müharibə aparır və nəticəsi nə olur? 1905.
5. Ay, sağ ol. Nəticəsində Yaponiya qalib gəlir də, hə? Bəli. Bəs buna görə Rusiyada hansı hadisə baş verir? 1905 birinci inqilab. Ay, sağ ol. Bəs 1825-də olan dekabristlər üsyanı nə idi? Ona inqilab Orada da demək olar, istəyirdilər. yoxsa inqilabın inqilabın ilk ayaq səsləri. Yəni testdə belə düşə bilər. 1905-də 1905-7-də döyüş olur. Hansı döyüş olur? Onu deyə bilərsən? Fatimə. Dəniz döyüşü olur. Ay, Susima dəniz döyüşü. Bəy, mənə heç səs-səda vermir. Yaxşı. İndi mənə desin Aysu Cəfərzadə. Aysu, Pyotr Stolypinin islahatları haqqında danışa bilərsən? 1906-cı ildə olmuşdu. Belə iqtisadi siyasi narazılıq onlar ləğv etmək üçün idi. Yəni aqrar islahatı idi və tam uğurla həyata keçirdə bildi, yoxsa keçirdə bilmədi? Yox, uğurlu olmadı. Uğurlu oldu qismən və torpaqsız qalan kəndlilərin də hər biri Sibirə sürgün edildi. Yaxşı, bir də mən sizə haranı vermişdim? Soyuq müharibəni. Yaxşı, Aysu, soyuq müharibə neçənci ildən başlayır ümumiyyətlə? Hansı hadisə ilə başlayır? Soyuq müharibə 20-ci əsrlərə əhatədə də SSR ilə ABŞ arasında olmuşdu. Yəni, İkinci Dünya müharibəsindən sonra 46-cı ildən başlayır, SSR-nin dağılması ilə də bitir. Yaxşı, bəs soyuq müharibədə SSR nə tərəf idi? Yəni, kommunist olan tərəf kimi idi, kapitalist olan tərəf kimi idi? Komünist idi. SSR kommunist idi. SSR nə vaxt yaranmışdı? Hansı dövlətlərin birləşməsinə yaranmışdı? SSR 1917-də Kolumbiya ilə Azərbaycan 1920-də belə qatıldı tərkibinə. SSR 1922-nin 30 dekabrında yaranmışdı. Bəs SFSR nə vaxt yaranmışdı? Düzü mən onları belə qarışdırıram, həmişə tərəflər. 22 dekabrda, heç nə olmaz. Hə, Tuncay nəsə demək istəyirdin? Hə, yəqin son. Oy, nətər echo verir. Aha, deməli. Giyiş neçənci ildə yarandı, Aysu? Nə? Giyiş qarşılıqlı İqtisadi Yardım Şurası neçənci ildə yarandı? Kim demək istəyir? Denən Tuncay. 49. 49-da başqa hansı təşkilatlar yaranıb? NATO. Aha, NATO. Bəs hansı dövlətlər yaranıb? İsrail, Fələstin. Seyir adı. Yaramaz. Düzdür. Bəs buzların əriməsi dövrü neçənci illəri əhatə eləyir Aysu və hansı müharibədir ki, bu adlanır buzların əriməsi? Buzların əriməsi. Bir dəqiqə. Denən Tuncay. Stalin 1953-cü ildə ölür, ondan sonra Nikita Xruşov gəlir. Həmçinin Amerikada da John Kennedy hakimiyyətə gəldikdən sonra artıq bu dövrlərdə, yəni münasibətlər falan yumşalır, buzlar əriyir, yəni ona görə belə adlanır. Həmçinin 61-63-cü illərdə John Kennedy ilə Nikita Xruşov falan görüşür eləyirlər. Bəs hansı müharibənin dövrünə düşür buzların əriməsi? Soyuq müharibə.
Başqa Koreya müharibəsi, onu soruşurdum əsas. Koreya müharibəsi neçənci illərə əhatə edir Aysu? 1945. Belə bilirəm. Denən Tuncay. 50-53-cü illər. Düzdür. Gültaç. Koreya müharibəsində Koreyanın şimalına kim dəstək göndərirdi? Koreyanın cənubuna kim dəstək göndərirdi? Bir Amerika ilə SSR arasındaydı da bilirəm. Bunlar dəstək göstərirdilər də. Bunlar olmalıdır. Hansı şimalına, hansı cənubuna? Şimala SSR, cənubuna isə ABŞ. Aysa, bəs ABŞ-ın müttəfiqi kimi hansı ölkəndə deyə bilərsən ki, o da cənubuna kömək eləmişdi? Yaponiya ola bilər. Türkiyə. Ayla filmi də çəkilib hətta ona görə. Yaxşı, sən mənə de görüm Gültaç. Berlin böhranı neçənci ildə idi? Karib böhranı neçənci ildə idi və ABŞ-da hansı prezidentin dövrünə düşür? 1970-ci ildə olmalı biləm Berlin böhranı. Yox. Yerlərini yadımda deyil. Kimdəsən? Birinci qaldıran Tuncay denə. 1961-ci ildə Berlin böhranı olur. Elə Berlini ikiyə bölmüşlər Rusiya və Almaniya tərəfləri. Onun arasında sərt şəkillər onunla bağlı idi. Kuba böhranı da 62-ci ildə olmuşdu. O da ki, John Kennedy'nin dövrünə düşür hər ikisi. John Kennedy ABŞ-da ilk hansı prezident idi? Aslında o katolik prezident idi. Yaxşı, bəs Berlin səddi neçənci ildə dağıdılır? Gültaç, sualım sənədir. 1971. 71. Tuncay buyur. 89. Düzdür. Bəs SSR neçənci ildə dağılır? Gültaç demək istəyirsən? Yoxsa uşaqlar desin? 1991. Aysa, bəs Azərbaycan Müstəqil Respublikası neçənci ildə yaranır Gültaç? 1992. 1. SSR-nin dağılması ilə. Bəli, axırda. Ay. Yaxşı, bəs Nikita Xrushchev neynəmişdi ki, onun dövrünü biz yumşaldılma dövrü adlandırdıq? Stalin'dən sonra gəldiyinə görə daha çox yumşalmışdı da. Qəddar davranmırdı da, elə deyim. Yaxşı, Ayşə, sən deyinə görüm, sən nə demək istəyirsən? Nikita Xrushchev dedikdə, Aha. o elə bir ki, şəxsə pərəstiş dövrünü falan ləğv etmişdi. Bir də bu Stalin dövründə həbs olunanlara bəraət falan vermişdi də. Sağ ol. Səhərbəs neçənci ildə pasportlaşma rejimini aparanda kəndlərə pasport vermişdi Nikita Xrushchev? 1959. Ayşə, bəs neçənci ildə pasportlaşma sistemi aparmışdı, amma kəndliyə verməmişdilər? Ayşə, 32-ci ildə. 32-də Millətlər Cəmiyyətinə qəbul olan hansı dövlət idi? Türkiyə. Ayşə, bəs BMT-yə nə vaxt girmişdi Türkiyə? 52 olmalıdır. BMT deyildi, o NATO idi. Onun nətər yadında saxla. Koreya müharibəsi gedəndə ABŞ-a kömək eləyirdi axı bu Türkiyə. Onun dövründə də elə NATO-da ABŞ yaratmışdı. Onda NATO-ya üzv olur. 52-ci ildə Koreya müharibəsi dövründə NATO BMT-yə isə 2-ci Dünya müharibəsi 45-də. Bəs nədir? BMT-yə qəbul olmaq üçün hansı dövlətlər müharibə ilə gəlmişdi Türkiyə? Ay Səhər. Rusiya. Müharibə hansı dövlətin təslim olması ilə bitmişdi? Birinci Dünya müharibəsində
O digər dövlət də məğlub olmuşdu. Təzminat ödəməli olmuşdu. Hansı dövlətlər idilər? Almanya və Rusiya idi. Yaponiya. Yaxşı, bəs buzların əriməsi dövründə dedi. Bəs 59-cu ildə ABŞ-ın müdafiə elədiyi diktaturanı devirmişdi. Fidel Castro SSR-ilə də yaxınlaşmışdı. Kuba böhranı neçənci ildə oldu dedi ay Səhər? 62. Oy. Ay sağ ol. Hansı prezidentə düşdü ABŞ-də? John Kennedy hansı şəhərdə sui-qəsd nəticəsində öldürüldü? Yadımda deyil. Kim desin? Tunca dene. Texasın Dallas ştatında. Ay sağ ol. Bu da əsrin cinayəti adlanır. Bəs əsrin müqaviləsi neçənci ildə imzalanmışdı? Denən Tuncay. 1994. Ay sağ ol. Bəs 21-ci əsrin müqaviləsi? Onu təxminən yadımda qal 2013 olmalıdır. TANAP-la bir yerdə. Sonra soyuq müharibənin bitməsi də deməli 80-ci ilin ikinci yarısında artıq SSR zəifləmişdi. 87-ci ildə ABŞ SSR arasında orta və qısa mənzilli nüvə silahlarının ləğvi də yəni müqavilə imzaladı ləğv edilməsi haqqında. Bəs neçənci ildə artıq soyuq müharibədə dönüş nöqtəsi oldu? Denən Fidan. 1989. Sağ ol. Bəs bu Almaniyada Berlin səddini çəkmişlər. Onun hansı dövlətlər aferi, hansı dövlətlər raderi yaratmışdı ki, o Berlin səddində çəkmişdilər? Deyə bilərsən Fidan? Neyi təkrar yardım? Aferi və aderi yaradan dövlətlər hansılar idi, deyə bilərsən? Aferi yaradan Amerika olmadı. Yəni yanındakı dövlətlər tam yadımda deyil. Amerika, İngiltərə, Fransa bunlar deyəsən. ADR də Rus tərəfdarları və Rusiya yaratmışdı. Rusiya idi. Ayrı kim idi? Yaponiya falan var yazdım. Yadımda deyil. Aferi yaratmışdı. F da var tərkibində. Fransa, İngiltərə, ABŞ. ADR yaratmışdı. R. Axırıncısını yadında sal. Təkcə Rusiya. Sonra Rusiyada razılığa gəlir. O Berlin səddində adırlar. Almaniya artıq vahid halda birləşir. Elə indi də Almaniya deyəndə AFR nəzərdə tutulur. Belə yadda saxla. Bəs hansı konferansın şərtinə görə bu Almaniya 4 ölkə arasında bölünmüşdü? Mənə deyirsiniz, sağ olun. Ümumiyyətlə sual verdim. Kim desin? Deyirsən Fidan, denərsən, bilirsənsə. Baxıram, biri var idi, ilə başlayırdı, onu bilirəm. Sudet idi mi? Yox, Sudet orada verilir deyəsən, amma yeni adı yadımda deyil. Denən Tuncay. Kırım, Yalta yəni. Ay sağ ol, Kırım konfransı. Bəs hansı konfransda idi ki, hərbi tribunal yaradılmışdı? Kim bilir desin? Tribunalı tam dəqiq bilmirəm. Bu ikisindən birində orada ya Kırımdadır ya da Potsdamdadır. Potsdam sonuncuda tribunal. Yaxşı, görün burada nə qaldı? İndi daha neçənci ildə terror hadisələri baş vermişdi ABŞ-da? Və hansı prezident təşkil? Deyinən Ayşə. 2001. 2001 Ayşə 11 sentyabrda. Deməli, bəs
AİB hansı dövlətləri yaratmışdı? Avropa İqtisadi Birliyi. Neçənci ildə? Deyinən Tuncay. AİB 57'de yaratmışlar. Amerika, sonra İngiltere, Fransa, aparat dövlətlər. Düzdür. Bəs biz AİB-ə üzvük, yoxsa Avropa Şurasına üzvük? Deyinən Tuncay. Avropa Şurasına 2001-ci ildə. Ay, sağ ol, düzdür. Bəs soyuq müharibədəki sonrakı hadisələri nizamlamaq üçün ölkələr sülh şəraitində yaşamaqdan ötürü yaratmışlar bu qurumları. Ona görə də üzv olurdular və müharibə, yəni soyuq müharibə hansı dövlətin qalibiyyəti ilə başa çatdı? SSR-ni yoxsa ABŞ-ın? Deyinən Tuncay. ABŞ. Düzdür. Yəni təbii ki də SSR dağılırsa, deməli ki, ABŞ qalib gəlmiş olacaq. Yaxşı, bəs Ərəb baharı haqqında nə deyə bilərsiniz? Kim bilir desin. Deyinən Tuncay. Demək 2010-cu ildə ilk dəfə Tunisdə başlayır. Sonra bu Misirə, Liviya falan da genişlənir, oraları da əhatə edir. Nəticəsində isə Tunis, Misir, bir də deyəsən Liviya, burada olan diktatura rejimləri falan süqut eləyir. Əslində belə, yəni pis olur. Tunis demişkən, Tunis, yəni qədim dövrdə də Karfagen ərazisidir. Yəni xəritədə verəndə Karfagen ərazisi Tunis ərazisini götürür. Karfagenlə hansı dövlət müharibə aparıb, hansı dövlət, hansı ada orunda? Deyinən Arsu. Romada eramızdan əvvəl 246-146 Pun müharibələri var. Onu deyirsiniz bilmirəm. Pun müharibəsini deyirəm. Qalibiyyətlə başa çatan hansı dövlət idi? Məğlub olan hansı idi və nəticəsi? Roma idi qalib olan. O Siciliya adalarını falan tutdu. Nəsə əvvəl eləmək istəyirsən Tuncay? İlini deyəsən mən seçdim. 264-də başlayır. Ay, sağ ol, düzdür. Deyəsən artıq 246 dedi. Düzdür. İlin səhv dedi. Elə ona görə dedim ki, nəsə əlavə eləmək istəyirsənsə ilini düzəlt. Düzdür. Belə diqqətlə qulaq asın uşaqlar elə. Kimə sual verdim, o qulaq asdı, yox. Deməli, bəs 2-ci Dünya müharibəsi hansı dövlətin məğlubiyyəti ilə başa çatdı? Deyinən Ayşə. Almanya. O 1-ci Dünya müharibəsidir, Ayşə. 2-ci Dünya müharibəsi hansı dövlət Nagasaki, Hiroşimaya bomba atmışdı ABŞ? Deyinən Tuncay. Yaponiya. Türkiyəni də təkrar eləmişsiniz, soruşum ondan da, yoxsa dövlət... Oy. Yaxşı, keçək Türkiyə. Türkiyə neçənci ildə yarandı və ilk prezidenti kim idi? Deyinən Ayşə. 1923'ten oktyabrında 29'du. Ay, sağ ol, tamamilə doğrudur. Bəs ilk prezidenti kim olmuş? Desəm ki, Mustafa Kemal Atatürk. Düz olarsa? Məncə səhv deyirəm, çünki o birinci hələ prezident statusu falan qəbul olunmamışdı. Atatürk titulunu qəbul eləməmişdi, axı mən ona nətər Atatürk deyim? 1934'də falan verildi. Ay, sağ ol, soyad qanunu ilə tamamilə doğrudur. Yəni, ondan əvvəl nə hadisə düşsə, qətiyyən Türkiyəyə götürməyəcəksiniz. Yaxşı, bəs bu Atatürk SSR ilə dost idi da. Biz dünən də dərsimizdə dedik ki, Stalinlə dostluq əlaqəsi var idi. Ona görə də Atatürk axıcı ondan kömək istəyə bilmir hətta. Və onu da deyim ki, uşaq Atatürk'ə də deyir ki, Rusiya, bəs gəl sən də kommunist ol, o da yola verə-verə gedir. Yəni, kommunist olmur. Kommunist olan ölkələr arasında versə, yəni SSR-nin tərkibinə aid olmayan ərazi versə, sonra mütləq Türkiyəni də götürəcəksiniz.
Bəs 1921-ci ildə baş verən döyüş hansı idi? Nəticəsi və tərəflər desin mənə Gültac. Deyə bilərsən Gültac, yoxsa Tuncaydan soruşun. Xeyr, bilmədim. Deyinən Tuncay. Sakarya döyüşü olmuşdu. Yunanlar Ankara'ya yaxınlaşmışlar, onları məğlub eləmişdilər. Ay, sağ ol, düzdür. Burada başçısı kim idi? Türkiyənin. Mustafa Kemal idi. Həmçinin ona marşal bir də qazi rütbəsi də verirlər. Düzdür. İnönü köhnə kitabdadır. Yeni kitabda Sakarya döyüşü yazır. Düzdür. Deməli, bəs 1923-cü ilin 29 oktyabrında Türkiyə Respublika elan olundu. Bəs neçənci ilin 29 oktyabrında Mudros sazişini imzalamışdı? Deyinən Tuncay. 1918. Ay, sağ ol. Şərtlərini də dünən daha axıcıda dedik. Ona görə təkrar eləmirəm. 1923-də paytaxt İstanbuldan hansı şəhərə köçürüldü? Ankara'ya. Ay, sağ ol. Düzdür. Bəs Ankara indi də onun paytaxtı. Yəni indi versək İstanbulda o səhv olar. Yeri gəlmişkən İstanbulu kim nə vaxt tutmuşdu? 1450. Aha. İkinci Mehmet. Ay, sağ ol. Ondan sonra da özünü Fatih elan eləmişdi. Hansı dövlətin ərazisi idi ki, o almışdı? İkinci Mehmet almışdı, Osmanlıya birləşdirmişdi. Bizans'ın. Bizans neçənci ildə yaranmışdı? 395. Qızıl əsri hansı hökmdara düşür? İsyan var o. Ay, Justinian, düzdür. Bəs İngiltərədə qızıl əsr kimə düşür? Bilmirəm. Məğlub edilməz armadan kim məğlub eləmişdi Gültac? Necə? Məğlub edilməz armadanı kim məğlub eləmişdi 1588-ci ildə? Bəli, ay da La Manche idi. Bu yadımda deyil. Yelizaveta. Yaxşı, Yelizavetanın tətbiq elədiyi proteksionizm siyasəti vardı ki, ölkədən qiymətli metalları xaricə çıxarda bilməz. Başqa hansı dövlətinə oxşardı bu? Rusiya. Dünən dərsimizdə demişik. Kim desin, kimin yadında qaldı? Deyinən Aysu. Axıcıya. Aysu, axıcıyla. Bəs AXC-də taxılın çölə çıxarılmasına icazə verilmirdi. Bu hansı islahatla oxşar idi? Bilmirəm. Deyinən Aysu. Mən də bilmirəm, yaxşı belə tam canlı yadıma daha doğrusu. Deyinən Tuncay. Solon islahatı. Ay, sağ ol, salon islahatı. Belə qısa təkrar da getdiyimizə görə 1934-cü ildə soyad haqqında qanun oldu. Mustafa Kemal Atatürk. Bəs nədir bunun adı? Atatürkün, yəni Mustafa Kemalın qazili dövrü neçənci illərə əhatə eləyir desə, nə cavab verərsiniz? Qazi Mustafa Kemal. İnşallah Atatürk olmazdan əvvəl. Hə, deyinən Tuncay. Sakarya döyüşündən sonra da. Ay, sağ ol, düzdür. Yəni 21-dən 34-cü ilə qədər. Bir də bu üsyanlar baş verəndə Sultan göndərir ki, getsin Atatürk, yəni Mustafa Kemal yatırsın üsyanları, amma o da üsyana qoşulur, yəni üsyan eləyir. Özü çox güclü hərbiçi idi. Yaxşı, bəs bu Atatürk hakimiyyətə gəldi, hansı islahatları həyata keçirtdi? Deyinən Fida. Deməli, əvvəlcə dövləti yaratmazdan əvvəl Sultan hakimiyyətini ləğv etmişdi 1923-cü il noyabrın 1-də. Sonra dövləti yaradır, yəni Türkiyə Respublikasını yaradır. 24-də də xilafəti ləğv eləyir. Hətta orada Osmanlıların bütün nəslindən kim var idisə, hamısını da sürgün elətdirir. Sonra konstitusiya qəbul eləyir 1924-cü ildə. Bu da Türkiyənin ilk konstitusiyası idi.
bu konstitusiyaya əsasən qadınlar kişilərlə bərabər hüquqlara sahib oldular. Sonra iqtisadi sahədə də çəkdirir islahatlar. Orada da Mərkəzi Bank yaradır. Sonra aşar, yəni onun da bir vergisini ləğv elətdirir. Sonra onun tanınmış siyasəti etatizm siyasəti var idi. Etatizm siyasətini verilir. Başqa bir də əlifba islahatı var idi. Latın əlifbasına çekilir ərəbdən. Ay, sağ ol, düzdür. Yaxşı, sən dedin ki, xilafəti ləğv eləyir, xəlifəliyi yəni. Bəs neçənci ildən Osmanlı xəlifəli dövrü başlayır? Deyə bilərsən. Birinci Səlim, Yavuz Sultan Səlim getmişdi məmlükləri tərkibinə qatmağa, orada Misir, yəni onları tərkibinə qatır. Sonra da səhv eləmirəmsə 1518 il tam yadımda deyil. 1517-ci ildir ili, amma ki kitablara yazmayıb. Deyirəm, yadınızda saxlayan xronologiyada köməyinizə çata bilər. 1517-də Misir məmlükünə son qoyur. Düzdür Fidan, afərin, afərin, həqiqətən afərin. Afərin hər birinizə. Həmişə belə həvəslə oxuyun, öyrənin. Biz də həvəslə qoşulaq. Yaxşı, bəs Türkiyə, elə mən buranı vermişdim, yəni 2-ci dünyadan sonraki Türkiyəni daha soruşmuş